Uşaqlar, aha, baxın, biz dedik ki, qədim dövr neçənci əsrləri əhatə eləyir. Ən qədim zamanlardan 13-cü əsrə qədər. 13-cü əsrdə artıq nə başlayır uşaqlar? Orta dövr başlayır. Orta dövrdə sufizm ideyaları ictimai bədii fikirdə mühüm rol oynamağa başladı. Bax, bu sufizm nədir? Sufizm təriqətdir. İslam dininin təriqətləri. Başa düşdünüz? Sufizm, sonra da hurufizm başlayacaq. Ədəbiyyat cəmiyyəti ümumiyyətlə saflaşdırmağa, insanı kamilləşdirməyə diqqət mərkəzində saxlayır. Bunun üçün də ilahi eşq və ilahi gözəllik tərənnüm olunur. Qədim dövrdə real məhəbbət idi. Yəni həqiqətən də insan məhəbbəti idi. Amma orta dövrdə Allaha olan məhəbbətdir. Burada ilahi eşqdə tərənnüm olunan, ilahi gözəlliyi tərənnüm edən fəlsəfi şeirlərdə yar dilbər anlayışı görəsiniz. Burada Allah məzmunu daşıyır. Yəni yar dilbər deyəndə Allahı nəzərdə tuturdu. Və aşiqin eşqi ilahi eşq sayılırdı. Allaha qovuşmaq, Allaha çatmaq məzmunu kəsb eləyirdi. Lirik qəhrəman deməli ah-nalə çəkirdi ki, hüsnü mütləqə yetişsin. Yəni öz arzusuna çatsın. İndi siz mənə sual versəz ki, müəllim, hüsnü mütləq nədir? Hüsnü mütləq Allaha qovuşmaq. Allahdır, hüsnü mütləq Allah. Burada da, bu yolda da çətinlik çəkir, məhrumiyyətlər görür. Eləmi? Bu dövrdə ədəbi irs məsələmiz var, ədəbi hadisələr. İndiyənə qədər biz dedik ki, qədim dövrdə ərəb dilində və fars dilində yazan sənətkarlar mövcud idi. İndi orta dövrdə Azərbaycan türkçəsində yazan sənətkarlar bizə lazım olacaq. Yaxşı, mənə sual versəniz ki, yaxşı, mən sizə sual verirəm uşaqlar. Deyirik ki, ana dilində şeirlər yazılmağa başladı. Yaxşı, ərəb-fars dilində şeirlər yazılmadığı indən sonra yoxsa yazıldı? Yazıldı. Təbii ki, yazıldı. Bəli, təbii ki, yazıldı. Amma daha çox ana dilində olan şeirlər yazıldı. Sayı get-gedə artdı. Ərəb-fars dilində yazmaq ənənəsi davam elədi. Ancaq ana dil ədəbiyyatının təşəkkül tarixi düz 13-cü əsrə təsadüf eləyir. Mən sizdən soruşsam ki, ilk dəfə ana dilində yazan ana dilli ədəbiyyatımızın nümunələri deyəndə kimləri göstərək nümayəndə olaraq? İzzəddin Həsənoğlunu və Şeyx Səfiyyəddin Ərdəbili kimi lirik şairlərin qəzəllərini. Hətta bunu qeyd eləyərsiniz. Şeyx Səfiyyəddin Ərdəbili ilk ana dilli kiçik divanın müəllifidir. Amma onun divanı dövrümüzə tam şəkildə gəlib çatmamışdı. Aydındır? İzzəddin Həsənoğludan birinci danışaq. Çünki ana dilində olan ilk qəzəl deyəndə biz birinci bunun adını çəkirik. Şeyx Səfiyyəddin, daha doğrusu İzzəddin Həsənoğlu. Bax, nüfuzlu sənətkar idi. Ana dilində olan şeirlərimizin tarixində bir iz qoymuşdu. Və o mənbələrdə necə göstərilir, zəmanəsinin mənbələrində? Nüfuzlu, saf mənəviyyatlı şəxsiyyət kimi təqdim olunur. Azərbaycan dilində yazılmış divanının Azərbaycanda və Rumda məşhur olduğu göstərilir. Onun ədəbi irsindən bizə nə gəlib? 3 ana dilli qəzəl, 1 fars dilində yazılmış qəzəl. Yəni toplam 4 dənə qəzəl gəlib çatıb. 3-ü ana dilindədir, 1-i fars dilindədir. Onun ana dilində yazdığı Apardı könlümü qəzəli var. Apardı könlümü bir xoş qəmər üz can fəza dilbər. Nə dilbər, dilbəri şahid, nə şahid, şahidi sərvər. Burada qoyulan suallar bədii suallar sayılmır uşaqlar. Bax, bu ana dilli ilk qəzəlimizdə ilahi məhəbbəti vəsf eləyir, yəni ilahi məhəbbətdir, real məhəbbət deyil burada. Şair insanları sadiq və sadiq olmayan olaraq 2 qrupa bölür. Sadiq olmayanlar ikiyüzlü, riyakarlığını hesab eləyir, onları tənqid eləyir və nəcibliyə, saflığa çağırır. Əsərdə lirik qəhrəmanın sevgilisinə bəslədiyi saf məhəbbət hissləri, onun gözəlliyinə heyranlığı yüksək sənətkarlıqla əks edilir. İndi Apardı könlümü qəzəlindən sonra görək nə deyirik.
Aha, bu qədər fikir verilib. Elə? Bu qədər fikir verilib. O birisinə keçməmiş, o birisinə keçməmiş. Deməli, bir dənə bu hissəyə baxın. Anadilli lirik şeiri dedik. İndi 13-cü əsrdə anadilli epik şeir. Epik şeir deyəndə dedik ki, poemanı nəzərdə tuturuq, eləmi? Baxın, Dastan Əhməd Harami poemasını deyəcəyik. Bir də ki, Qul Əlinin Qissə-i Yusif poemalarını. Dastan Əhməd Harami. İndi desəniz ki, müəllim, Dastan Əhməd Haraminin müəllifi kimdir? Müəllifi məlum deyil. Təbii ki, müəllifi var, amma bilmirik, məlum deyil. Anadilli poeziyasında dünyəvilik, dərin ictimai fikir, sufi mistik ideya deyəndə İzzəddin Həsənoğlunun Apardı könlümü qəzəli, irfani fəlsəfi düşüncələr deyəndə Şeyx Səfiyyəddin Ərdəbilinin əsərləri nəzərdə tutulur. Real məhəbbət, real gözəlin tərənnümü, real məhəbbət deyəndə Zülfiqar Şirvaninin farsça yazılan divanı nəzərdə tuturuq 13-cü əsrdə. Aydındır? Yəni, mən sizdən soruşsam ki, Zülfiqar Şirvaninin farsça yazdığı divanında ilahi məhəbbətdir, yoxsa real məhəbbətdir? Deyirsiniz ki, müəllim, real məhəbbətdir. Bura qədər mənim sualınız var? Xeyr. Aha. Ümumiyyətlə, Dastan Əhməd Harami poemasına keçməmişdən əvvəl bunu da deyək ki, 15-16-cı əsrlərdə, bax, bura qeyd olunur, bunu tarixdən də bilirsiniz, Qara qoyunu, Ağ qoyunu, sonra da Səfəvi dövlətlərinin yaranması, hökmdarlarının ana dilinə qayğı göstərməsi, ana dilində yaranan ədəbiyyatın əvvəlki dövrə nisbətən daha güclü olması önə sürülür və farsça ənənəsi davam etsə də, farsça ərəbcə yazmaq zəifləyir. Mövzu və obraz baxımından inkişaf eləyən anadilli poeziya nümayəndələri kimlər idi? Cahanşah Həqiqi, Nemətullah Kişvəri və Həbibi. Bunlar, bax, bu üç sənətkara nə fikir deyirsiniz? Fərdi, poetik üslub nümayiş elətdirirdilər. İnsanın mənəvi azadlığını müdafiə edirdilər. Dünyanın gözəllik və nemətlərindən bəhrələnməyə çağırırdılar. Aydındır? İndi keçək Dastan Əhməd Haramiyə. Bax, 13-cü əsrdə anadilli epik şeir deyəndə bir Dastan Əhməd Harami poeması, bir də ki, Qul Əlinin Qissə-i Yusif poeması. Bax, bu iki əsərdə ideya məzmun nə idi? Xeyrin, şərin mübarizəsi, İslam dininin yüksək humanist dəyərləri, insansevərliyə, insaf və etiqada dəyər göstərmə, dəvət motivləri öz əksini tapır. İnsanları rəzillik, kin-kudurət kimi, zalımlıq kimi pis xüsusiyyətlərdən, mənfi sifətlərdən uzaq olmağa çağırır və mənfi sifətləri tənqid eləyirdi. Aydındır? Ana dilimizdə yazılan, bax, bu Dastan Əhməd Harami poemasından deyək ki, poemanın müəllifi var, amma məlum deyil. Poema 6 məclisdən ibarətdir. Əsərdə oğurluq, quldurluqla ad çıxarmış Əhməd Harami adında şəri pisliyi təmsil edən obraz var. Burada Güləndam adında bir xanım var, Bağdad Sultanının qızıdır. Güləndam xeyrin, ədalətin, saflığın təmsilçisidir. Baş qəhrəmanlar, yəni Güləndamla Əhməd arasında ölüm-dirim mübarizəsi olur. Güləndam onu pilləkənlərdən yıxır və Əhmədi öldürür. Burada xeyrin şər üzərində qələbəsi kimi diqqətə çatdırılır və xalq Güləndamı dəstəkləyir. Güləndam xalqı Əhməd Harami kimi quldurdan xilas eləyir. İndi siz deyin görün mənə, burada Güləndamı biz qatil gözündə görürük, yoxsa xilaskar gözündə görürük? Xilaskar gözündə. Ay, sağ ol. Əhməd Haramini şairin özü zalım, şərəfsiz adlandırır və insanlar onun ölümünə sevinir. Bundan da şərə nifrət təsvir olunur. Burada xalq şeir ifadələrindən də istifadə olunur. Hətta bu xalq şeiri bədii təsvir vasitələri ilə klassik poeziya ənənələrinə uyğunlaşdırılır. Həyasından qızardı eylə tərlər, sana sanki gülə düzüldüdürlər.
14-cü əsrdə Quran motivi əsasında yazan anadilli, yəni bizim dilimizdə. Bax, Qul Əlinin qissə Yusifi də, Dastan-ı Əhməd Harami də, bunların eyni zamanda Suli Fəqihlə Mustafa Zərinin Yusif və Züleyxa poemaları da hamısı ana dilində idi. Ana dilində əsərlər artıq sayıca artır, ancaq farsçada davam eləyir. Nizami davamçıları var burada. Nizami davamçıları kimdir? Marağalı Öhdədi Cami Cəm Dəhnamə poemalarını qələmə alır. Nizaminin poemaları əsasında Arif Ərdəbili Fərhadnamə poemasını yazır. Əsrar Təbrizi Mehir və Müştəri poemalarını yazır. Bunların ortaq xüsusiyyəti nə idi? Real məhəbbət tərənnüm olunurdu, ilahi yox. Bir də farsça yazılmışdı və Nizami davamçılarıdır. Yəni Nizami ədəbi məktəbi yaradılır. Aydındır uşaqlar? Bəli, müəllim. Sonra türk ədəbiyyatında dünyəvi poeziyanın örnəyi kimi dəyərləndirilən bir sənətkar var. Dünyəvi poeziyanın örnəyi Qazi Bürhanəddin. Biz yazılı ədəbiyyatdakı janrları keçəndə, lirik növün janrları, dedik ki, Qazi Bürhanəddin ilk dəfə ana dilli rübaini yazıb, eyni zamanda ilk tuyuğu qələm almışdı. Onun yaradıcılığında bir sıra mühüm səbəblərə görə diqqəti cəlb eləyir. Niyə? Çünki ana dilini yüksək bədii səviyyə çatdırır divanı ilə. Sırf türk şeir janrı olan tuyuğu dedik. İctimai və siyasi həyatı əks etdirməyə də güclü meyil olmuşdu. Qazi Bürhanəddin 14-cü əsr sənətkarıdır və 14-cü yüzillikdə ədəbiyyatda gedən yeniləşmənin göstəricisidir. Aydındır? Bax, Qazi Bürhanəddin yaradıcılığında qəhrəmanlığı, mənəvi dəyəri üstün tutur. Yəni, tuyuqlarında mühüm məsələ budur, ictimai mövzudur. Burada tuyuqlarında onun dünya görüşü, həyat hadisələri, həyata baxışı, mənəvi problemlərə qarşı münasibətləri əks olunur. O, nəyə çağırır? Hətta lirik qəhrəmanı ölümdən qorxmayan, haqq işi yolunda baş qoymağa hazır olan bir igiddir. Mərdlik, mübarizə, ondan sonra cəsarət, düşmən qarşısında əyilməzlik onun səciyyəvi cəhətidir. Özünü əşşeyx bilən sərdərb olur, ənəlhəq dəvi qılan bərdarb olur. Ər odur, həkk yolunda baş oynaya, döşəkdə ölən yigit murdarb olur. Yəni, demək istəyir ki, kim ki döşəkdə öz əcəli ilə ölürsə, o murdar hesab olunur. Əslində, əsl igid kimi düşünür. O, haqq yolunda meydana çıxan igidləri, döyüşən meydana çıxan igidləri əsl igid hesab eləyir. Və uşaqlar, əgər əzbərləyə bilmiriksə, bolur sözündən yadımızda saxlayırıq ki, tuyuqdur. Sualınız var mənə bura qədər? Xeyr. Xeyr, mən. Heç kimin sualı yoxdur, uşaqlar? Aha. Sonra keçək növbəti səhifəmizə. Baxın, ədəbiyyatda proseslər ki var, humanist ideyaların təbliği, ümumiyyətlə, humanist ideyaların bədii əksi, Nəsimi yaradıcılığında fəlsəfi şeirin parlaq örnəklərinin yaranması ilə nəticələnir. Ümumiyyətlə, uşaqlar, bu dövrdə, mən demişdim ki, qədim dövrdə aparıcı şeir janrı qəsidədir. Hətta ilk qəsidəni deməli, Qətran Təbrizi yazmasına baxmayaraq, ən mükəmməl, ən gözəl qəsidələri Xəqani Şirvani yazmışdı. Bu dövrdə də ilk ana dilində qəzəli İzzəddin Həsənoğlu yazmasına baxmayaraq, qəzəl ustadı kim sayılır? Füzuli. Qəzəl ustadı Füzuli sayılır. Hətta orta dövrdə aparıcı şeir janrı qəzəldir. İlk fəlsəfi qəzəl deyəndə İmadəddin Nəsimi yadımıza düşür. 15-16-cı əsrdə yazıb yaratmış Həbibi. Həbibidən nə bizə lazımdır? Ana dilində yazmışdı. Qəzəl, qəsidə, müsəddəs yazmışdı. İnsanın mənəvi azadlığı, daxili keyfiyyəti, daxili aləmin gözəlliyi, eyni zamanda təbiət gözəllikləri əlvan poetik vasitələrlə özünü göstərmişdi. Onun fikrincə, insana zidd olan hər şeyi rədd etmək lazımdır və ona ilahi gözəlliyin yerdə təcəssümü kimi baxırdı. Yəni, Həbibi insana zidd olan hər şeyi rədd eləyirdi.
insana ilahi gözəlliyin yerdə təcəllisi kimi baxırdı. Lirik şeirdə aşiqin qəlbinin hərarəti, səmimiliyi, fədakarlığı, gözəlliyə pərəstiş böyük ustalıqla əks olunmuşdu. Bunun bir şeiri, daha doğrusu qəzəlindən bir beyt deyəcəm. Gəl sənin üçün qılmayam çək, ey büyütü nazik bədən. Yorum olsun ol qəba əynimdə pirahən kəbən. Əgər deyir ki, səndən ötürü ah nalə eləmirəmsə, ay deyir büyütü nazik bədən. Yəni gözəl, nazik bədən olan büt. Mənim deyir bu əynimdəki paltarlar, paltar yorum olsun, köynəyim də kəfənim olsun. Pirahən köynək deməkdir. Köynəyim də mənim kəfənim olsun. Və Füzuli bax bu qəzələ təxmis yazıb onu yüksək qiymətləndirmişdi. Aydındır? Füzuli Həbibinin bax bu adı qeyd olunan, bax burada qeyd olunan bu bir beyt verilən qəzəlinə təxmis yazmışdı və onu yüksək qiymətləndirmişdi. Biz aşıqların atası adlandırılan Qazi Dirli Qurbanidən danışaq. Dirli Qurbani qoşma və gəraylılarından insan və təbiət gözəlliklərindən məharətlə tərənnüm eləmişdi. Deməli, qoşma və gəraylı cəmi 23 il yaşayır uşaqlar, 22-23 il cəmi yaşayır. Onun Bənövşəni qoşması var. Başına döndüyüm, ay qəşəng pəri, adətdir dərərlər yaz bənövşəni. Ağ nazik əlinlə dərdəstə bağla, tər buxaq altına düz bənövşəni. Burada təbiətin gözəlliyindən vəcdə gələn insanın səmimi duyğuları əks olunur. O özünü haqq aşığı adlandırır və ictimai məzmunlu qoşmaları ilə zülmə, haqsızlığa etiraz edir, ədalətsizliyə etiraz edir. Şah İsmayıl Xətaini özünə müəllim hesab eləyir, mürşid müəllim hesab eləyir və ona müraciətlə yazdığı şeirlərində dərd əlindən fəryada gəldiyini söyləyir. Qurbani insanı mərd igid, düşünüb danışan, söz başa düşən, dərd anlayan, dərd bilən görmək istəyir. Qoşmasına fikir verin ustadnamədir. Mərd odur ki, işin tutar mərdilən, ər istəsən, keş namərddən ərdilən. Yəni deyir, igid odur ki, işini igidlərlə tutar. Əgər də sən deyir, əgər igidliyi istəyirsənsə, namərdlərdən əl çək, ər arzula, yəni igid arzula. Rəmz anlayan, söz düşünən, dərd bilən aləmlərdə şöhrətlənir, bəllənir. Kim aləmlərdə məşhurlaşar, yəni hamı tərəfindən sayılar, seçilər. Rəmz anlayan, söz düşünən, dərd bilən. Aydındır? Bəs yaxşı desək ki, bax bunun qoşma və geraylısından danışdıq, eləmi? Bəs desək ki, divan ədəbiyyatına ilk dəfə heca vəzinli şeirləri kim gətirib? İlk dəfə Xətai gətirib. Bu dövrdə əruz vəzni ilə yanaşı heca vəzni də yazılırdı. Orta dövrdə həm əruz, həm heca, qədim dövrdə yalnız əruz vəzni yazılırdı. Orta əsr Azərbaycan ədəbiyyatının zirvəsi deyəndə İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulini nəzərdə tuturuq. Uşaqlar, sualınız, sözünüz var mövzu ilə bağlı mənə? Xeyr. Xeyr, mən. Yoxdur. Aha. Xeyr.